Edison özü etiraf edir. Deyir ki, məndən soruşdular ki, sən bu nailiyyətlərə necə əldə eləmişsən? Dedim ki, mən bütün nailiyyətlərimi anama borcluyam. Deyir, məni aparmışlar uşaq vaxtı, anam məktəbə qoymuşdu. Bir gün müəllimim bir dənə məktub yazdı, verdi mənə, bağlı məktub idi. Dedi, apar bunu anova çatdır. Mən məktubu açmadım, gətirdim, təhvil verdim anama. Anam oxudu, bükdü məktubu mənə göstərmədi. Dedim, ana, müəllimim nə yazıb? Dedi, oğlum, müəllimin yazıb ki, bu uşağınız çox dərrakəli uşaqdır. Bunun yeri bizim məktəbimiz deyil. Bunun üçün xüsusi müəllim tutun. Deyir, anam mən üçün xüsusi müəllimlər tutdu. Evdə məni başladılar hazırlaşdırmağa. Mən gəldim, oldum Edison. Anam dünyasını dəyişmişdi. İllər keçmişdi. Artıq mən bir şanlı şöhrətli alim idim. Bir gün deyir, sandığını açdım, deyir, axtarırdım onun əşyalarını. Gördüm, bir məktub var. Baxdım, gördüm, müəllimimin anama yazdığı məktubdur. Açdım, gördüm, məktubda anam, müəllim yazıb ki, hədər eləməyin, bu uşağınızdan heç nə çıxmayacaq. Bunun qavrama qabiliyyəti yoxdur. Bunu aparın, bir qoyundan, quzudan alın, verin, işləsin. Bunu boş yerinə məktəbə göndərməyin. Deyir, amma anam məni sındırmadı. Anam inandı, mən üçün müəllimlər tutdu və mən nailiyyətlər əldə elədim. Demək ki, nədir? İnsan hətta zəkası zəif də olsa, qavraması zəif də olsa, çalışmaqla mütləq budur ki, bir şeylər əldə eləyəcək.